Bu günlərdə vədələşin. Mənim sizə tövsiyəm budur. Bu vədələri verin ki, biz də bir xidmət edəcəyik. Biz də bir neçə iş görəcəyik. Və fərdi kamalımız üçün çox mükəmməl günlər yaşayırsınız. Vallah, bu 10 gün möcüzədir. Elə değişər ruhumuzu ki, bataqlıqdan çıxardar, tam mənada bizi Gülüstan aparar. Nəinki 10 günü, 10 gün yox, bir günün yarısı kifayətdir ki, insanı hürr eləsin. Hürr aşuranın səhəri deyişildi də. Bir neçə saat kifayətdir ki, deyişilək. Elə əziz günləri, saatları yaşayırsınız vallah. İrfanda cəzb və suluk adlı bir mövzu var. Nədir bu? Cəzb budur ki, bir anda Allah bəşəri götürür, haralara aparır. İbadətdən acığı gələn ibadətə eşqi yaranır. O biri vardı, gəldi Peyğəmbərlə görüşdü, cavan vardı, bir günah vardı, çox istəyirdi. Peyğəmbər əlini qoydu bunun ürəyinin üstünə, dedi Allahümmə tahhir qəlbəhu. Allah bu cavanın qəlbini pak elə, əlini çəkdi, cavan tamamən dəyişdi. Səhabələr deyir ki, ölənə qədər o günah eləmədi. Buna deyirlər cəzb. Bir anda, məsələn, 100 illik yolu yersən. Buna deyirlər cəzb. Suluk budur ki, asta-asta gedirsən. Əxlaq üstadları belə deyir. Deyib, bəzi vaxtlar yolun əvvəli cəzbdir, sonrası sulukdur. Bəzi vaxtlar əksinə. Nə mənada? Bir